Salam, indi mən istilik tutumu haqqında anlayış, Kirkov tənliyi haqqında danışacağam. Ümumiyyətlə, istilik tutumu birbaşa istiliklə bağlıdır və temperatur yalnız dəyişdikdə istilik tutumu hesablamaq olar. Yəni ki, əgər sonsuz kiçik dəyişiklik, ümumi halda həqiqi istilik tutumu sistemə verilən sonsuz az miqdar istiliklə və bununla əlaqədar olaraq temperatur dəyişikliyi ilə xarakterizə olunur. Yəni delta T bərabərdir T2 çıx T1 temperatur dəyişikliyi olarsa, bu zaman istilik tutumunu hesablamaq olar. Ümumiyyətlə bilirik ki, Q-nun düsturu necə idi? Q bərabərdir, belə bir düsturu var ki, S delta T. Burada S orta, S orta delta T. Sonra buradan S ortanı çıxarsaq istilik tutumu haqqında danışırıq. Ona görə olacaq Q bölünsün delta T. İndi burada Q böl delta T oldu orta istilik tutumunun düsturu. Əgər orta istilik tutumu 0 temperatur intervalı üçün çalışarsa, onda həqiqi istilik tutumu olar. Bu da necə ifadə olunur? S limit S orta delta T 0. Belə yazırıq. Bir maddənin molyar istilik tutumu 1 mol maddənin temperaturunu 1 dərəcə artırmaq üçün tələb olunan istilik miqdarıdır. O da bir dənə olduğu üçün artıq burada sayını da bildirir. Yazırıq delta Q bölünsün. N nəyi bildirir? Sayı delta T. Daha dəqiq göstərsək isə bu deltanı artıq burada sonsuz kiçik dəyişmələr üçün fərqli olur. Tam diferensial fərqli olur. Qismən diferensial fərqli olur. Burada da deltanı yəni əvəz edə bilərik. Bu deltanın başqa şərlərindən. Məsələn, böyük delta belə yazılır, üçbucaq kimi. Balaca delta sigmaya bənzəyir. Belə olur. Ondan sonra indi bu düsturdan davam eləsək. Fransinin. İndi bu düsturdan davam eləsək, S orta bərabər 2 bölünsün delta T. Burada biz termokimya mövzusunda nə bilirdik? Termokimya HES qanunu olan mövzularda nə bilirdik? Q-nun düsturu var idi ki, Q bərabərdir termodinamikanın birinci qanuna görə necədir? Delta U plus A. Və burada da A-nın yerinə Q bərabər genişlənməni nəzərə alsaq. Genişlənmə nə olur? Həcm dəyişir. Ona görə onu da nəzərə alsaq olacaq P delta V. P delta V. Burada artıq genişlənməni də nəzərə aldıq. İndi burada izobar və izoxor proseslərə baxsaq. İzobar prosesdə necə olurdu? Bu həmin düsturda izobardırsa nədir? P konstantdır. İzobar olduqda bunun bir halını götürürdük. Yəni U plus PV. O da nəyin düsturuydu? Entalpiyanın. Çalışıb S yazdım. H yəni entalpiya. Entalpiyanın düsturudur. Yəni entalpiyanın dəyişməyinə bərabər idi bu da. Delta H bərabər olurdu. Delta U üstə gəl P delta V'yə. Yuxarını sildirəm. Entalpiya bərabər oldu buna. Yəni ki, entalpiyanın dəyişikliyi burada istilik effektini bildirirdi. İstilik effekti qədər entalpiya dəyişikliyi olurdu. Yəni burada istilik effektinin yerinə gətirib qoya bilərəm entalpiyanın dəyişməyini. Qoyanda necə olacaq? S orta bərabərdir Q bölünsün. Q-nun yerinə yazırıq indi delta H, entalpiyanın dəyişikliyi bölünsün delta T. Ondan sonra bunun da indi izoxor proses üçün nə yazaq? İzoxor prosesdə nə olurdu?
buradakı həmin həcm dəyişikliyi olmurdu. Çünki izoxor nədir? V konstant. Əgər V konstantsa, sabitsə, onda dəyişikliyi də sıfıra bərabər olacaq. Artıq onun dəyişikliyi sıfıra bərabər olduqda bura bütöv sıfıra bərabər olur. Yalnız delta U qalırdı. Yəni daxili enerjinin dəyişməsinə bərabər idi istilik effekti. Ona görə də burada C'nin indeksinə yazaq ki, izobar prosesdə P konstant, ona görə P yazırıq. İndi bir də dedik ki, C V yəni izoxor prosesdə isə oldu delta U bölünsün delta T. Bunların da törəmələrini əgər alsaq, törəmələri olacaq hər ikisinin belə SP zaten yazılıdır. Burada mötərizə P yazırıq. Burada da mötərizə V yazarıq. Bu da olur istilik tutumu tənliklərinin törəmələri. Daha sonra bu aldığımız indi törəmə olan hissələr, yəni bu və bu olur Kirchhoff tənliyi. Artıq buradan Kirchhoff qanununun ifadəsidir. Belə ifadə olunur ki, prosesin istilik effektinin temperatur əmsalı proses zamanı sistemin istilik tutumunun dəyişikliyinə bərabər olur. Yəni burada indi bu düsturu da aldığımız düsturlardan birini götürək. Məsələn, CP'nin düsturunu. CP necədir? Bərabərdir delta H bölünsün delta T. Burada indi delta H nəyə bərabərdir? Deltanı yazsam mötərizədə H-ın düsturunu bilirik. Deltanı yazaq. Mötərizənin içərisində H-ın düsturu necə idi? Q-nun bir halının funksiyası, yəni U plus PV bölünsün delta T. Ondan sonra bunu deltanı mötərizədə yazdım. İndi buranı artıq iki kəsrə ayıra bilərik. Normal toplanma qaydasında necə ayrılır? DU bölünsün delta T bir belə ayıra bilərik. Bu delta T'nin də elə səliqəli görünsün deyə kiçikdə nə yazım? Onsuz eyni mənanı verir. Kiçik fərqləri var bir-birlərinin. Qismən diferensial, tam diferensial belə hər biri diferensialı bildirir. DU bölünsün DT üstə gəl PV bölünsün DT. PV-nin də yerinə yaza bilərik. NÜRT-dən RT-ni. Onda necə olacaq? DU burada D yazım. D RT. İndi DU bölünsün DT üstə gəl. Burada da DRT bölünsün DT. Bu da oldu Kirchhoff tənliyinin ifadəsi. Tam açılışı ilə bu da deməli nəyi verdi? Bizə DU bölünsün DT. Burada nə idi? SV idi. Yəni onu da yerinə SV yazsaq olar SP bərabərdir SV plus R. Buranı da artıq ixtisar getsə qalacaq burada R. Onu da R-i təkcə yazırıq bura. Olur SP bərabərdir SV plus R alırıq.